Ötən həftənin sonunda İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin bilavasitə nəzarəti altında fəaliyyət göstərən rəsmi Keyhan qəzetində dərc olunan kiçik bir yazı ölkədə və xaricdə böyük qalmaqal yaratdı. İran-Amerika Birləşmiş Ştatları münasibətlərinin hərbi toqquşma həddinə çatdığı və Tehranın ya müzakirə ya da müharibə seçimi qarşısında qaldığı bir məqamda hakimiyyətə bağlı mətbuat orqanında Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ı öldürmək çağırışının səslənməsi aranı əməlli başlı qarışdırdı. Bu da təsadüfi deyil. Çünki sözə gedən yazıda Amerika Birləşmiş Ştatları prezidentinin ünvanına təhqiramiz və alçaldıcı ifadələrə yer verilərək deyilib. Soruşdu, bu Donald Trump neynir? O kimdir ki, gündə bir neçə ölkəni təhdid edir? Hərbi hücumla, sanksiya ilə, tarifləri artırmaqla hədəliyir. Hətta Amerikanın Kanada, Avropa ölkələri, Yaponiya kimi müttəfiqlərinin üzərinə də qılınc çəkib. Dedim, çox böyük qələt edib. Elə bu günlərdə Qasım Süleymaninin intiqamını almaq üçün onun boş başına bir neçə güllə çaxmaq lazımdır ki, cəhənnəmə vasil olsun. Məsələyə Amerika Birləşmiş Ştatlarından reaksiya özünü çox gözlətməyib. Amerika mühafizəkarlarının və İran əleyhdarlarının əsas media orqanlarından olan Fox News aprelin 5-də axşam bununla əlaqədar İranda dövlətin nəzarətində olan qəzet Trump'ın boş başına güllə vurmağa çağırır başlıqlı reportaj yayıb. Keyhanı İranın ali lideri Əli Xameneyinin səsi kimi təqdim edən reportajda mövzu ilə bağlı bəzi ekspertlərin rəylərinə də yer verilib. Belə ki, nüvə İranına qarşı Birləşmiş Təşkilatın direktoru Jason Brodsky Keyhan illərdən bəri dəfələrlə prezident Trump'ı öldürməklə hədəliyib. Keyhanın baş redaktoru Hüseyn Şəriət Mədari İranın ali liderinin şəxsi nümayəndəsidir, deyərək əlavə edib. Trump administrasiyası İran rejiminin Amerika vətəndaşlarını təhdid etdiyi və öldürmək planı hazırladığı bir vaxtda heç bir danışıqlar ola bilməyəcəyini açıq şəkildə bildirməlidir. Bu sui-qəsdlərin dayandırılması istənilən danışıqlar prosesi üçün ilkin şərt olmalıdır. Amerika Birləşmiş Ştatları həmçinin Hüseyn Şəriət Mədari və Keyhana sanksiya tətbiq etməlidir. Hazırki həssas məqamda belə bir mövzunun gündəmə gəlməsi İranın rəsmi qurumlarını da hərəkətə keçməyə vadar edib. Aprelin 6-sında Mətbuata Nəzarət Heyəti İran Mətbuat Qanununun 6-cı maddəsinə, yəni İslam Respublikasının təhlükəsizliyi, heysiyyəti və maraqları əleyhinə olan materialların nəşrinin qadağan olması barədə müddəaya əsaslanaraq Keyhanın baş redaktoruna rəsmi xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda o da bildirilib ki, İran İslam Respublikasının Qasım Süleymaninin öldürülməsi ilə bağlı prinsipial mövqeyi qətlin icraçılarının, xüsusən həmin vaxt Amerika Birləşmiş Ştatları prezidenti olan şəxsin tərəfsiz beynəlxalq məhkəmədə mühakimə olunmasından ibarətdir. Bu xəbərdarlıqla bağlı tanınmış jurnalist və təhlilçi Seyid Sadiq Hüseyni mühüm bir məqama diqqət çəkərək yazıb. Qəribə və inanılmaz, İslam Respublikası tarixində ilk dəfə olaraq Keyhana xəbərdarlıq edilməsi tələbi məhkəmə, nəzarət və təhlükəsizlik qurumları tərəfindən Mədəniyyət və İslami İrşad Nazirinə təqdim edilib. Hakimiyyətin üç qanadının Keyhan və Şəriət Mədariyə qarşı konsensusu indiyədək görünməmiş bir məsələdir. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məsələyə sərt reaksiya verərək yazıb. Bu günlərdə İranın dilindən terror təhdidi səsləndirən bəzi açıqlamalar nəinki İslam Respublikasının prinsipial siyasəti ilə təzad təşkil edir, həm də düşmənin əlinə bəhanə verir. Qələm milli maraqların və ölkənin təhlükəsizliyinin qorunmasının xidmətində olmalıdır və çaşqınlıq yaratmaq yolu ilə getməməlidir. İranda mötədir siyasi cinaha bağlı Sazəndəgi qəzeti bu barədə müharibə tərəfdarları adlı geniş təhlil yazısı dərc edərək nə üçün İran və Amerika Birləşmiş Ştatlarındakı müharibə qızışdırıcıları və radikallar bu şəraitdə diplomatiya və danışıqlara qarşı gərginliyi artırmağa çalışırlar sualına cavab axtarıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici
Xarici Siyasət Komissiyasının sabiq sədri Hişmətullah Fəlahət-Pişə də Keyhanın yazısına çox kəskin reaksiya verərək deyib: İranlılar müharibə və terror istəyənlərə nifrət bəsləyirlər. Əgər müharibə etməyə cürətiniz olsaydı, Livana gedərdiniz. Əgər terror planınız varsa, öz qələtlərinizi İranın adından irəli sürməyin. Digər bir keçmiş deputat Cəlal Rəşidi Kuçi isə Keyhanın baş redaktoru Hüseyn Şəriətmədarini istefa verməyə çağıraraq yazıb: Cənab Hüseyn Şəriətmədari, ən yaxşı halda siz inadkar, fanatik bir qocasız və 30 il bir yerdə qaldığınız üçün köhnə düşüncələrinizin qoxusu hər bir azad İranlının burnunu qıcıqlandırır. Xudahafiz deməklə hər kəsi sevindirin. Ölkəyə və xalqa bundan artıq problem yaratmayın. Geniş etirazlara baxmayaraq, Keyhanın baş redaktoru faktiki olaraq tənqidləri qəbul etməyib. O, əvvəlcə qalmaqallı yazının rəhbərlik etdiyi qəzetin satira və yumor rubrikasında dərc olunduğunu bildirməklə məsuliyyətini azaltmağa çalışıb. Sırağa gün isə Keyhana hücum pərdəsi altında qərbpərəstlərin Qasım Süleymaninin qatilinə dəstəyi başlıqlı yazı dərc edərək bir növ əks hücuma keçib. Bu kontekstdə sosial şəbəkələrdə İran ali rəhbərinin Qasım Süleymaninin intiqamının alınmasının vacibliyi, eləcə də Sepahın aerokosmik qüvvələrinin komandanı General Əmirəli Hacızadənin Donald Trump və Mike Pompeo'nu öldürmək planları barədə açıqlamaları geniş şəkildə paylaşılıb. Yəni Trump'a qarşı terror çağırışının sadəcə olaraq Şəriətmədarinin şəxsi fikri olmadığı vurğulanıb. Beynəlxalq münasibətlər üzrə mütəxəssis Ehsan Soltani bunu açıq şəkildə ifadə edərək yazıb: Hüseyn Şəriətmədari Xameneyinin birbaşa sərəncamı ilə 1993-cü ildən ali rəhbərin nümayəndəsi və Keyhan qəzetinin baş redaktorudur. Xameneyi bilavasitə onun ixtiyarında olan qəzetdə Trump'ın rəsmi şəkildə terrorla təhdid olunmasına və onun başına atəş açmaqla hədələməsinə görə məsuliyyətdən yayına bilməz. Amma bütün bu qalmaqalda diqqəti çəkən bir məsələ də var. Amerika Birləşmiş Ştatları ilə danışıqlar mövzusu üstündə İran siyasi elitası daxilində ixtilafların dərinləşməsi və getdikcə daha çox üzə çıxması. Bəlkə Amerika Birləşmiş Ştatları prezidentinin bir tərəfdən İrana təzyiqləri artırıb müharibə təhdidləri səsləndirməkdə, digər tərəfdən də durmadan danışıqlar üzərində təkid etməkdə əsas hədəfi budur. Belə ki, İranda hakimiyyətlə cəmiyyət arasındakı mövcud uçuruma siyasi elitanın parçalanmasının da əlavə olunması rejim üçün onun sonunu gətirən əsl fəlakət olar.